Ağsu rayon sakinləri yırtıcıların kəndə tez-tez soxulduğunu və onlara ziyan vurduğunu deyirlər. Bu dəfə də ayı iki ailənin təsərrüfatına hücum edərək əvvəlcə həyətdə otlayan inəklərə, daha sonra isə sahiblərinə xəsarət yetirib. Heyvanların vurulmasının qadağan olunması isə təhlükənin təkrarlanacağı ehtimalını qüvvədə saxlayır. Ağsu'nun Dilman kəndində ayı sakinlərə və qaramala hücum edib. Kənd sakinləri Məlik Məmmədov və Behbud İskəndərov son anda qaçıb canlarını qurtarsalar da ayı iki inəyi parçalayıb, ikisinə də xəsarət yetirib. Malları otararkən birdən bir malın çığırığını eşitdim. Və həmin istiqamətə qaçmağa başladım. Getdim, gördüm ki, böyük bir ayı inəyi parçalayır. Ayı məni görcək, inəyi buraxıb mənə hücum elədi. Mən də müdafiə olunaraq üst tərəfə qaçdım. Saqqalan inəyimiz budur. Ayının burada ağız yerləri hardasa bir barmaq dərinliyində, 15-20 sm dərinliyində cırmağının dişinin yeri var. Ağzı hardasa bir 10-12 yerdən cırmağı, ağız yerləri vardır. Sakinlər bildirirlər ki, Dilman kəndi dağlıq ərazidə yerləşdiyindən və dörd tərəfi meşəli ilə əhatə olunduğundan ərazidə vəhşi heyvanlar çoxdur. İcazə versinlər ki, bu qanuni tüfəyi olanlar, bizim kənddə bir 4-5 adamda qanuni tüfəklər var. İcazə versələr, biz çıxbayları için atıb qorxulardı vurma sözdə. Bizim işimiz, gücümüz bu təsərrüfatla, əkinçilik ilə, maldarlıqla. Kəndin bələdiyyə sədri Tərlan Səmədov bildirir ki, kəndin ətrafındakı meşələrdə çoxlu meyvə ağacları olduğu üçün ayı tez-tez bu ərazilərə gəlir. Taxıl zəmsin biçdirdik. Taxıl zəmsini heç olmasa bir 20-30%-ın aylar məhv eləmişdi. Çünki yaxınlıqda bağlar var. Bağlarda yeyib, sonra da əkin sahələrinə girib orada taxıl zəmsini əzib, məhv ediblər. Bələdiyyə sədri də uzun illərdir ova qadağa qoyulduğundan ərazidə vəhşi heyvanların çoxaldığını bildirir. Qeyd edək ki, Azərbaycan 1999-cu ildə Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyasına qoşulduqdan sonra vəhşi heyvanların vurulması qadağan olunub. Samir Cəbiyev, Mirsam Əhmədoğlu, Aristar Verdiyev, ATV Xəbər, Ağsu.